Əziz auditoriya, hər birinizi salamlayıram, xoş gördük. Öncəliklə bu tədbirin təşkilatçılarına xüsusi təşəkkür edirəm. Ki, bildiyim qədərilə gənclər bu tədbiri təşkil edibdir və bu böyük bir uğurdur. Mənim üçün bu auditoriya çox dəyərlidir. Çünki mən özüm də vaxtilə Bakı Mühəndislik Universitetinin məzun olmuşam. Və zamanında buradakı tədbirlərdə sizin kimi arxa cərgələrdə əyləşib, buradakı spikerləri dinləmişəm və həmişə də istəyim ön cərgələrdə əyləşmək olubdu ki, bugün o bizə nəsib olub. Ona görə bütün iştirakçılara, burada bizi dinləyənlərə və təşkilatçılara təşəkkür edirəm. Gəlin yoldaşlar, həm özümüzü, həm də təşkilatçıları alqışlamaqla mütləq. Valla yoldaşlar məni o qədər uzun-uzadı təqdimat etdilər ki, bir anlıq həm ego etmək istədim. Həm də sual verdim ki, bu görəsən həqiqətən mənəm, yoxsa biraz belə abartıblar. Demək, bugünkü mövzumuz olacaq yaradıcı beyin, yaradıcı düşüncə, innovasiyadakı maneələr. İnnovasiya dediyimiz zaman hər zaman ağlımıza texnologiya gəlir. Xüsusən auditoriyamızın gənclər və tələbələr olduğunu nəzərə alsaq, rəqəmsallaşma, texnologiya, bu kimi şeylər beynimizin içini yeməyə çalışır. İnnovasiya dedikdə biz bunu düşünürük. Amma əslində innovasiya yeni bir ideya, yeni bir fikirdir. Və bu fikirlərin yaranmasında həmçinin aradan getməsində səbəblər var. Biz bugün bu səbəbləri sizlə müzakirə edəcəyik. Düzdür, bu səhnə biraz mənim üçün, baxmayaraq ki, artıq bir neçə ildir ki, auditoriyalarda həm çıxış edirəm, həm universitetlərdə tədris təcrübəmiz var, amma bura biraz çətin gələ bilir TED-in səhnəsində çıxış etmək. Amma maksimum çalışacağım ki, bugün nələrisə tam aydın bir şəkildə sizlərə ötürməyə çalışım. Bir gün universitetlərin birində tədris zamanı, adətən mən bu idarə etməklə bağlı mənləri tədris edirəm. Bununla da bağlı bir proje işi veririk auditoriyaya, tələbələrə. Tələbələrimin bir qrup işlər var idi. Müzakirə edirlər. Uşaqlardan biri dedi ki, bəs mənim qəşəng bir fikrim var. Üstündən 2 saniyə keçdi, əşya yox, alınmaz. Hamısı deyir ki, bəs denəndə o nə fikir idi, söylə. Deyir, yox, o alması işdir, deməyin yeri yoxdur. Bunu niyə deyirəm, yoldaşlar? Mütləqdir ki, həmişə bu situasiyalardan siz də geçmişsiniz. Baxın, innovasiya o gələn fikir idi. Mənim qəşəng bir fikrim var. Bəlkə də həqiqətən çox qəşəng bir fikir idi. Maneə isə onu deməyin qarşısını alan səbəb idi. Halbuki biz o səbəbi bilmədik, bəlkə də o fikir həqiqətən də qəşəng bir fikir idi. Bəs niyə biz ideyalarımızı demirik? 2 faktor var. Birinci faktor bizi motivasiya edir. İkinci faktor bizi demotivasiya edir. Yəni, bizi geri addım atırır. Stimullaşdırır və biz o stimulun əksinə doğru bəzən hərəkət edə bilirik. Motivasiya edici amil nə qədər güclüdürsə, əksi o qədər güclü olur. Yəni, biz bu fikri söyləsək, nə qədər uğurlu birisi kimi görünəcəksə, o fikrin uğurlu olmama qorxusu bir o qədər bizi geri addım atmağa daha çox sövq edir. Qorxu, birinci vacib element qorxudur. Əminəm ki, deyək, əlimizi qaldıraq. Bugünə qədər auditoriyada nə qədəriniz yaxşı bir fikir söyləmək istəmişsiniz, amma içinizdəki hər hansı bir qorxu, indi hər hansı bir qorxunu müzakirə edəcəyik, hər hansı bir qorxu o fikri söyləməyə sizə mane olur. Maşallah olsun, hamınız söyləmişsiniz, deyil mi fikirlərinizə? Çox az bir qismimiz fikirlərimizi söyləməmişik. O zaman siz möhtəşəmsiniz, sizi təbrik etmək olar. Qorxu insanı insan edən əsas amillərdən biridir. Çünki sərhədlərimiz olmazsa, digər yaradılışdan fərqlənə bilmərik. Sərhədlər bizi biraz daha öz addımlarımızı yönətə bilmək, idarə edə bilmək imkanı verir. Amma bəzən də bizi uğurlu olmaqdan geri atır. Yəni, biz çox gözəl bir fikir söyləyə bilərik. Bu fikir nəticəsində uğurlu bir startup, indi burada olacaq inşallah, danışacaq yoldaşlar, startup ərsəyə gələ bilər və ya hər hansı bir problemi çözə bilərik, amma qorxu bizi nə edir? Həmin o fikri söyləməkdən bir addım daha geri atır. Bunlarla necə baş etmək lazımdır? Hansı fikirləri söyləmək, hansı fikirləri söyləməmək lazımdır?
Və ümumiyyətlə innovasiya nədir? Və indi əsas bizim mövzumuz olacaq. Bəzən düşünürük, iş dünyasında da biz bunu görürük. Yenilik dediyimizdə bəzi sahələri çıxmaq şərti ilə, məsələn, dizayn sahəsi və yaxud da bəzi IT yönümlü işlərdə biz görürük ki, o sahələrə kreativlik adı qoyulur qarşısına. Məsələn, dizaynerlərə kreativ olaraq baxırıq biz. Və yaxud da art direktorlar, kreativ direktorlar olur. Amma kreativlik hər sahədə var, özünüz bilirsiniz. Yenilikçi olmaq hər sahədə var. Sadəcə o yenilikçi fikirləri söyləyənlər və söyləməyənlər var. Bir çox hallarda nə düşünürük? Bir komandada çalışırsınız, hər kəs düşünür ki, bir problemimiz olduqda onu həll etməmiz lazım. Problem olduğu zaman kreativ düşünməmiz lazım. Amma həmişə mi bu lazımdır? Yox. Problem olanda kreativ düşünməyə ehtiyac yoxdur. Problem olanda bəzən disiplini düşünmək gərəkir. Kreativ düşünmək problemi daha da genişləndirə bilir. 60-70% hallarda. Amma kreativ düşünmək odur ki, problem olmadığı zaman da yeni nəsə etmək istəyi olsun içində. Bu, davamlı inkişaf nəzəriyyəsi var, iqtisadiyyat və idarə etmə yönündən olan tələbələrimiz varsa burada, onlar bilirlər bunu. Onun bir fərqli bir formatı var, onu qısa istəyirəm sizdən bölüşəm. 5T dediyimiz bir texnika var. 5 dənə T hərfi ilə başlayan sözlərlə biz hər hansı bir situasiyanı həll etməyə çalışırıq. Bu 5T texnikasını davamlı şəkildə biz öz komandamızda, məsələn, çalışdığım iş mühitində hər zaman tətbiq edirik bunu. Nədir bu? Bunu həyatınıza da tətbiq edə bilərsiniz, iş dünyanıza da. İstərsəniz tələbə olduğunuz süreçdə təbii ki, oradakı işlərinizə də tətbiq edə bilirsiniz. Birinci T'miz bizim təhlildir. Hər zaman təhlil etmək lazım. Problem olduğu zaman yox. Ən böyük sıxıntılardan biri budur ki, biz problem olduğu zaman düşünməyə başlayırıq. Problemimiz oldu-olmadı düşünməmiz lazımdır. Bunu daha yaxşı necə edə bilərəm? Bu fikir bizi davamlı şəkildə tətikləməlidir. Təhlil. Təhlil bizə nə verir? Baş verən hadisəni daha yaxşı anlama imkanı verir. Gözəl bir deyim var, çox böyük ehtimal eşitmisiniz. Əgər problemin yoxdursa, deməli ilə ən böyük problemin var. Bu nə deməkdir? Problemi görə bilmirsən deməkdir. Əgər problemin yoxdursa, problemi görə bilmirsən. Mümkünsüzdür ki, hər hansı bir sıxıntın, hər hansı bir problemin olmasın. Təhlil etdiyimiz zaman biz baş verən hadisəni anlaya bilirik. Deyək ki, bir tələbədir, hazırlaşır imtihana, sabah imtihanı olacaq ki, adətən belə olur, bir gün öncədən hazırlaşırıq keçmək üçün. Sabah imtihanı olacaq, hazırlaşır imtihana, keçəcəkmi, keçməyəcəkmi, gecəsi hələ imtihana hazırlaşmamış bir təhlil edir. Görəsən, oxusam, bu gecəni ötüşdürsəm, sabah keçə bilərəmmi? Yoxsa keçə bilmərəm. Keçmərəmsə heç özümü əziyyətə salmayayım, onsuz da day kəsilmişəm. Bu ona növbəti addımı atmağa bir fikir verir də, yəni ki, hazırlaşım ya yox. Bu bizim təhlilimizdir. Təhlildən sonra növbəti atılacaq addım ikinci T, təlimatdır. Mən keçə bilmək üçün nə eləməliyəm? Hələ etməkdən söhbət getmir. Nə etməliyəm? Biz bunu yazmamız lazımdır. Gecə saat 1-də başlayacağım dərs kitabları açmağa, müəllimin qeydlərinə baxmağa, oxuyacağım, əzbərləyəcəm. Müəllim dərsdə demişdi, filan şeylər düşə bilər, onlara diqqət edəcəm. Hələ heç bir şey etməmişsiniz. Sadəcə ikinci addımdasınız. Nələr edəcəyinizi yazırsınız. Alim bəyin də söylədiyi kimi, fokusunuzu netləşdirirsiniz. Ki, kənarlaşmayasınız. Üçüncü T'miz bizim təlimatdan sonra demək, tətbiqatdır. Təlimatı yazdıq, təlimatlandırdıq özümüzü və tətbiqat mərhələsinə keçdik. Yəni, icraata keçdik. Ən çətin mərhələ budur. Çünki burada həmişə biz yayınırıq, başqa şeylər çıxır ortaya, bunu sonra edərəm, bu onsuz da düşməz. Məsələn, auditoriyamızın böyük bir qismi tələbə olduğuna görə mən çalışan ki, misalı tələbə mühitindən verim ki, daha rahat olsun sizə. Bu zaten düşməz, bunu müəllim söyləmişdi ki, çox da diqqət etməyin. Və yaxud da unudar heç bu qədər detala getməz. Yəqin ki, səthi bir şey yazacaq. Gəminəm ki, bu fikirlərlə tez-tez qarşılaşırsınız. Tətbiqat mərhələsindən sonra isə, əlbəttə ki, tətbiqdən sonra təqib mərhələsi gəlir. Ən çətin mərhələdir. Yəni, özəlliklə də biz bunu indi millətlər olaraq bölmək istəmirəm, amma adətən
bizlər həmişə təqib mərhələsini ötüşdürməli olur. Yəni, nəzarət mərhələsini bu təlimatda yazdıqlarımı, özümü təlimləndirdiyim və tətbiq etməyə çalışdığım işləri nə qədər icra edə bildim, nə qədər icra edə bilirəm. Yəni, A nöqtəsindəyəm, bu A nöqtəsindən B nöqtəsinə nə qədər gəlib çata bilmişəm. Bizim burada elə Bakı mühəndisliklər oxuduğum zaman bir müəllimimiz vardı, çox böyük hörmət bəslədiyim birisidir ki, böyük ehtimal sizlər də tanıyırsınız, idarə etmə ixtisasında oxuyanlar. Həmişə bizə deyirdi ki, plansız hərəkət, kompassız dənizə açılmaq kimi bir şeydir. Amma planladığın işləri ölçməmək isə hara gedəcəyini bilməmək kimi bir şeydir. Yəni, sən gedəcəksən, düşün ki, Lənkərana, amma üzü hərəkət edirsən Qubiyə tərəf, oradan hərəkət edirsən Şamaxıya tərəf və ortada bir nəticə yoxdur. Hansı nöqtədə olduğunu bilmirsən. A nöqtəsindən B nöqtəsinə getmək üçün nə qədər yol qət etməli olduğunu bilmirsən. Buna görə də həmişə nəzarət önəmlidir. İnnovasiyalarda da bu belədir, yoldaşlar. İnnovasiyada ortaya bir ideya çıxır, bir fikir çıxır və bu fikir ya məhv olur, aradan gedir, ya da çox gözəl bir əmələ çevrilir. İdeyalarımızı bəs necə formalaşdırır? Ümumiyyətlə, insan beyni iki formada işləyir. Birincisi, xəyal dünyamız, hamımızın davamlı şəkildə xəyallarını qurduğumuz və xəyal da təbii ki, bizim öncəki təcrübələrimizə istinad edir. Bizim nə qədər dünya görüşümüz genişdirsə, nə qədər oxumuşuqsa, nə qədər görmüşüksə, nə qədər geniş bir auditoriyamız, dost auditoriyamız varsa, bizim təbii ki, xəyal dünyamız da onunla məhdudlaşır. Əslində, bilirsiniz də, insan həm ən böyük qüvvədir, həm də ən cılız bir qüvvədir. Ona görə ən böyük qüvvədir ki, öz bütün o dünyasını o reallığa çevirmə potensialı var. Ona görə cılızdır ki, onun o dünyası bəzən gördüyü, eşitdiyi və qavradığı qədərilə yetərli qalır, kifayətlənir. Biz görmədiyimiz, eşidə bilmədiyimiz, bilirsiniz də, insan qulağı müəyyən bir mikro, belə deyək də, tezliyə qədər eşidə bilir. Ondan aşağısını və ondan yuxarısını eşidə bilir. Gözümüz də təbii ki, bir yerə qədər görə bilir, ondan sonrasını görə bilmir. Baxın, bu bizim məhdudiyyətimizdir, amma bizim xəyal dünyamızı heç bir şey məhdudlaşdıra bilmir. Amma bir də var, beynimizin ikinci bir şəkli, ikinci bir işləmə forması, disiplinli çalışma forması. O xəyal dünyasında qurduğumuz o xəyalları, o ideyaları, o fikirləri təhlil etməyə başlayır. Nə qədər mümkündür, bunu söyləsəm necə olar, bunu etsəm necə olar? Bax, bu hissə bizi bəzən geri addım atmağa imkan verir. Pisdirmi? Deyil. Möhtəşəmdir, bu hissə də olmalıdır. Amma biz inovativ olmaq, inovativ düşünmək istəyiriksə, bu hər iki hissəni idarə etməyə bacarmalıyıq. İdarə etməzsək, biz beynimizin əsiri olacaq. Çünki beyin adətən komfort zonaya meyillidir. Beyin problem olmadığı sürəcə sizi hərəkətə keçirməz. İmtahandan kəsilmə riskiniz olmadığı sürəcə siz dərslərə disiplinli yanaşmazsınız. Avtobusa gecikmədiyiniz sürəcə qaçmazsınız. Nə bilim, işə gecikib töhmət almadığınız sürəcə vaxtında gəlmə cəhdi görsətməzsiniz. Yəni, bir problem olmadığı sürəcə beyin səni hərəkətə keçirməz. Amma sən onu idarə etməyə başladığın zaman, problem olsa da, olmasa da, davamlı düşünməyə vadar etdiyin zaman artıq sən onu idarə etmiş olursan. Bəs bu inovativ ideyalar niyə məhv olur? Bu ideyalar niyə aradan gedir? Niyə bəzən biz o fikrə gəlirik, amma onu icra etmirik? Burada bir neçə faktor var, yoldaşlar. Birincisi, analitik təhlil tələsi. Bu, adətən mükəmməliyyətçi insanlarda biz bunu görürük. Hər şeyin mükəmməl olmasını gözləyib, ondan sonra hərəkətə keçməyə çalışırlar. Və bu zaman təbii ki, inovativ ideyalar boğulur onların elə düşüncələrində. Çünki onlar detallı təhlil edirlər. Bu sözü söyləsəm, bu necə nəticə verəcək, mənə nə deyərlər və yaxud da bu ümumiyyətlə mümkündürmü, bunu etmək olarmı və olmazsa, bəs bunun qarşılığında mən nə deyərəm və bir də görürsən ki, onun beynindəki düşüncəni başqası söylədi və nəticə hasıl oldu, məsələ bitdi. Yəni, bu, deməli, bir atalar misalı da var, auditoriyadan biraz kənarda, amma söyləyəcəm onu mütləq şəkildə, kusuruma baxmayasınız. Deyir, ağıllı düşününcə dəli çayı keçdi misalı. Yəni, sən çox düşündüyün zaman, nə olar deyə düşündüyün zaman artıq birisi onu icra edəcək. Və sən o ideyanın verdiyi, o uğurlu şəxs olma
potensialını itirmiş olacaqsın. Bəs uğurlu şəxs nədir, yoldaşlar? Bizi bəzən də inovativ fikirlərimizi söyləməyimizin qarşısını alan elə bizim egosentrik düşüncələrimiz olur. Biz həmişə kənar nə deyər? Mən uğurlu birisiyəm, bunu söyləsəm, bəs uğursuz kimi görünə bilərəmmi? Düşüncələri bizə icazə verir. Kiçik bir təhlil edəyim, özündən kənar olacaq. Uğurlu şəxs nədir? Təbii ki, uğur individualdır. Necə ki, xoşbəxtlik anlayışı individualdır. Bu da onun kimi fərqlidir, amma müəyyən qəbul olunmuş qavramlar var. Məsələn, sadə bir misal, oxuma şansı, universitetə qəbul olma şansı olmayan gənclər üçün, universitetə qəbul olmuş birisi uğurlu hesab oluna bilir. Uğurlu görünə bilir, əgər istəklidirsə deyərlər. Bunu niyə söyləyirəm? Siz burada auditoriyada oturmuşsunuz, 4 illik bir periyodunuz var. Əslində nə qədər böyük bir uğura sahib olduğunuzun fərqində olasınız deyə. Bir yerdən sonra zaten bu adiləşir və elə bilirsən ki, elə həqiqətən bu belə olacaq bitirənə qədər. Uğurlu insan bir çoxlarının əldə etməsi çətin olan və yaxud da əldə etməsi mümkün olmayan bəzi hallarda şeylərə sahib olan insandır. Ən azı cəmiyyətin gözündə. Bu, indi bunun fəlsəfi dərinliyinə girmirik. Biraz texniki baxırıq məsələyə. Və uğurlu insan olmaq üçün bəs nə etmək lazımdır? Nə etmək lazımdır? Hansı addım atmaq lazımdır? Ən vacib məsələ, fikir olanlar var. Demək istəyir, okey, auditoriyada uğurlu insan olmaq üçün nə etmək lazımdır? Məğlub olmaqdan qorxmaq. Əzmkar olmaq lazım. Okey, başqa fikir olan var mı? Buyurun. Səhv etməkdən qorxmaq. Siz? Risk almaq. Risk almaq. Okey. Birini də alıb yekunlaşdıracaq. Gəl, centilmenliyə də xanımı alaq. Məqsəd yönlü olmaq. Tamam. Baxın, dediklərinizin hamısı doğrudur, amma bilirsiniz, nə qədər əməl edirik biz buna, nə qədər məqsəd yönlüyük, nə qədər disiplinli və əzmkardır, nə qədər risk etməyə bacarırıq. Əslində bu bilirsiniz nəyə bənzəyir. Bəzi şeylərin üstünə bilirsiniz, dadını çəkməyəcəm. Bu sənə ziyanlıdır sözü deyilir, hamı onu oxuyur, amma həm də istifadə edir. Yəni bilirik, amma bilmək nəyəsə dəyişirmi hərəkətə keçmədiyimiz sürəcə? Yox. Hərəkətə keçməyimiz lazımdır. İnovativ düşüncələrdə, ümumiyyətlə, düşüncələrimizi inovativ edə bilməyimiz üçün beynimizin o qorxu sindromunu birinci aradan qaldırmaya çalışmalıyıq. Səhv etmək möhtəşəmdir. O halda ki, o səhvi vərdişə çevirməyiniz. Səhv etmək əladır, o halda ki, davamlı şəkildə etməyiniz. Çünki, bilirsiniz, doğru bildiklərimiz zaten doğrudur. Yəni, təcrübə dediyimiz anlayış bizim səhvlərimizdir. Biz nə qədər səhv ediriksə, artıq orada o hadisənin baş verəcəyi qənaətində olur. Yox, əgər görsək bu səhv davamlı şəkildə olur, o zaman bu artıq nəyə çevrilir? O səhv etdiyimiz mühit komfort zonamıza çevrilir. Yəni biz artıq öyrəşmiş oluruq o səhvə. Və bu da təbii olaraq bizi bir növ geri atır. Biz o komfort zonadan çıxmaq istəmirik. Düşüncələrimizi ifadə etməkdən bizi qoyan, geri atan birinci məsələ qorxularımızdır. Qorxularımızı yenməyə çalışmalıyıq. İkinci məsələ sosial baskıdır. Yəni, biz ətraf nə deyər? Bu da təbii ki, qorxudan irəli gələn bir şeydir. Ətraf nə deyər? Fikri ilə düşünmək. Amma bayaq da söylədik ki, uğurlu şəxs olmaq əslində hər kəsin deyə bilmədiyi, deməyə cəsarət etmədiyi və sizin söylədiyiniz ideyalardan ortaya çıxa bilir. Yəni, başqalarının və bir də bir şey söyləyeyim, yoldaşlar, bu bilərsiniz ki, bir çoxları adətən mühit belədir. Siz bir şey etdiyiniz zaman onu eleştirməyə çalışacaqlar. Bu normaldır, bu insanlığa xas olan bir məsələdir ki, siz nəsə bir addım atacaqsınız, əşi bunu niyə edirsən, bu onsuz da bunu başqaları eləyib, kimi fikirlər iləri sürəcək. Amma orada dayanmamağınız lazım. Məsələn, mən sizə bunu bir iş mühitimizdən misalla söyləmək istəyirəm. Mən bir IT şirkətində, demək, bir IT məhsulunun layihə rəhbəriyəm və məhsulun ilk baş günündən, yəni çizimlərindən olayım, biz proqram təminatı, ERP hazırlayırıq şirkətlər üçün. Biz o zaman bu işə başladığımızda elə öz komandamızın üzvləri bir şirkətin içində startupıq biz. Bizə söylədilər ki, filan proqram var da, kimdir sizə ki? Bu uğursuz bir investisiya olacaq.
Və bunu bizə söyləyən, təsəvvür ki, bizim bağlı olduğumuz əsas şirkətin maliyyə direktoru. Ki, onsuz da 30 ildir falan şey var, sizin bunu etməyiniz boş bir şeydir və bugün həmin o maliyyə direktoru bizim o startup ideyadan aylıq 150.000 manat yığım əldə edir. Niyə? Filan məhsul var, biz hərəkət etməyək desəydik, orada da dayanmış olur. Risk aldıq. Əzimkar olduq, davam etdik mi fikrimizin arxasında davam etdik və bugün nəticə var. O demək deyil, biz nədənsə daha yaxşıyıq. O deməkdir ki, biz haradasa nəsə iz qoya bilirik. Nəyisə dəyişməyə maraqlıyıq. Öz düşüncəmizdəki insanları ətrafımıza yığa bilmişik müəyyən səviyyədə. Yekun olaraq bir şey söyləmək istəyirəm. Həmişə deyirlər ki, dünyanı yaradıcı beyinlər dəyişəcək. Amma mən həm də əlavə etmək istəyirəm ki, dünyanı yaradıcı beyinlər, dünyanı cəsarət edə bilən beyinlər dəyişəcək. Təşəkkür edirəm, diqqətiniz üçün.